Bildiğin kimi biri Yusuf suresi 53. ayə, ikincisi Qiyamət suresi 2. ayə, üçüncüsü Fəcr suresi 27. ayədir. 12-nin 53-də, yəni Yusuf 53-də belə deyilir. Nəfs gedir orada, bir nəfs sözü var, böyründə əmmarə sözü keçir. Əmmarə, yəni əmr edən, əmr verən, buyuran nəfs. Bir. İkincisi 75-in Qiyamət 2-də Allah and içir burada, bir nəfs keçir orada, nəfs-i ləvvamə deyə. Yəni danlayan, qınayan, peşmançılıq çəkən anlamı verən bir kəlmədir. Yəni özünü qınayan nəfsdən söhbət gedir. Üçüncüsü isə 89 Fəcr 27-də yenə nəfs sözü keçir. Orada da mutmainnə kəlməsi keçir. Yəni tətmin olmuş, mutmain, itminan, arxeyin olan, yəni özünü mutmain edən, arxayınlaşdıra bilən nəfsdən söhbət gedir. Yəni gözü tox nəfs deyək də, belə deyək. 3 nəfsdən söhbət getdi. Deməli, burada biz baxırıq ki, insan doğulduğu zaman onun nəfsi həyatı idrak etdiyi zaman neynir? Sərhəd tanımadan hər gördüyü, hər eşitdiyi, hiss etdiyi şeyi onu əmr edir. Bunu elə, bax, danış, qulaq as, hər şeyi sərhədsiz olaraq. Bununla mübarizə aparmaq lazımdır. Bununla mübarizə aparan insanların içində, yalnız və yalnız bircə dəstə qalib gələcəkdir. Onlar kimlərdir? O nəfsi bəraət qazandırmayanlar. Nəfsə bəraət qazandırır da, haqqıdır. Görürsə, biri göstərirsə, deməli mən görə bilərəm. Biri danışırsa, deməli mən eşidə bilərəm. Nəfsim çəkirsə, eləyə bilərəm. Ürəyim istəyirsə, vura bilərəm. Nə bilim, və hər şeydə şəhvətindən tutmuş hər bir şey, nə istəyirsə eləyə bilərəm. Verməsin, eləməyim. Göstərməsin, görməyim. Danışmasın, eşitməyim. Yəni, aydındır, hər bir şeydə başlayır neynir insan? Nəfsinə bəraət qazandırmağa. Hər kim nəfsinə bəraət qazandırırsa və günahı eləyirsə, Allah onun üzünə rəhmət qapısını bağlayar. O adama Allah rəhmət göstərməz. Allah rəhmət qapısını o kəsin üzünə açır ki, o şəxs nəfsinə bəraət qazandırmaz. Nə olsun ki, o danışır, mən qulaq asmayım. Nə olsun ki, o göstərir, mən görməyim. Anlaşıldı nə demək istəyirəm? Nə olsun ki, o icazə verir, mən çəkinim. İnsan öz nəfsinə bəraət qazandırmamalıdır. Hətta bir səhvi eləsə belə, elədikdən sonra düz eləmiş kimi davranmamalıdır. Yəni, imkan verməməlidir ki, vicdan bəraət qazandırmaqla rahatçılıq tapsın. Əslində danlamaqla, qınamaqla, Allahdan bağışlanmaq istəyərək qəlbə rahatçılıq gətirməyə çalışmalıdır. Nəinki mən düz elədim deyərək qəlbə rahatçılıq. Qəlb rahatçılıq tələb edir. Qəlb deyir ki, mən nə qədər ki narahatam, sən xoşbəxt ola bilməzsən. Əgər sən istəyirsənsə, yatanda rahat yatasan, əgər sən istəyirsənsə də üzün gülsün, məni mutmain elə, məni rahatlaşdır. İnsan bunu nə ilə rahatlaşdıra bilər? 2 yolla. Ya nəfsinə bəraət qazandıraraq, ya da onu danlayaraq nəfsinə rahatçılıq gətirə bilər. Danlayaraq peşmançılıq çəkər. Niyə elədin? Ayıb deyildi, Allah səni görmürdü. Bu bir imtihan idi, niyə keçmədin? Nəfsini qınayır, başlayır ağlamağa. Və ağladıqca, Allahdan bağışlanmaq istədikcə, tövbənin nəticəsində qəlb mutmain olur. Rahatçılıq tapır. Deməli, 2 cür adamlar var.
Bir qəlbini, rahatçılığını qazanmaq üçün onu danlayıb, qınayıb, Allahdan bağışlanmaq istəyib, özünə istirab verərək ona mütməinlik verənlər var. Bunlar möminlərdir. Əks təqdirdə ona bəraət qazandıraraq qəlbinə arxayınlıq verənlər ki, mən düz eləmişəm, günah ondadır. Hətta bəzən Allahı belə qınayaraq qəlblərinə rahatçılıq verənlər var. Allah istəməsəydi mən kafir olmazdım ki. Diqqət edirsən? Allah istəməsəydi mən bunu eləməzdim. Yəni günahını Allahın qəlbinə rahatçılıq və bunlar kafirlərdir. Ona görə ayət çox gözəl, deməli, Yusuf 53 o qədər gözəldir. Həm Allah təhlükəni xəbər verir, həm ondan qorunmağın yolunu xəbər verir. Allah deyir ki, mən nəfsimə bəraət qazandırmıram. Deməli, nəfs nə tələb edir? Bəraət tələb edir. Çünki nəfs bəraət istəyir. Allah arxasınca nə deyir? Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla nəfs adama pis işlər əmr edər. Nəfs kimə rəhm edir? Nəfsə bəraət qazandırmayanlar. Yox, Rəbb kimə mərhəmət edir? Nəfsinə bəraət qazandırmayan kəslərə. Nəfsinə bəraət qazandıran kəsər Allah mərhəməti qapısını açmır. Ayə onu açıqlamaq istəyir bizə. Həqiqətən Rəbbim bağışlayandır, rəhimlidir. Kimi bağışlayır? Nəfsinə bəraət qazandırmayan kəsləri bağışlayır. Nəfsə bəraət qazandırmamaq üçün neynəmək lazımdır? Yaxşı. Allah onda cavabını 75-ci surənin 2-ci ayəsində verir. Nə deyir? Allah dəyərsiz bir şeyə and içməz. Allah qiymətsiz bir şeyə and içməz. İnsan bununla nicat tapacaqdır. Nəylə? Allahın dəyərləndirdiyi şeyi etməklə. O nədir? Allah demədi, and olsun pisliyə əmr edən nəfsə. Allah dedi, and olsun özünü qınayan nəfsə. Yəni, nə bəraət qazandıran? Əksinə, qınayan nəfsə. Öz nəfsini qınayan adamlar nə olur? 89 Fəcr surəsi 28-ci aya görə nəfsi mutməinlik tapır. Nəfsində rahatçılıq tapır. Yastığa başını qoyanda rahat yata bilir. Ölüm gələndə qorxmayacaqdır. Çünki niyə? Qınayaraq nəfsinə aramlıq verib, nəinki ona bəraət qazandıraraq. Allah belə adamlara deyir ki, o bax bu cür özünü qınayaraq nəfsinə aramlıq verən kəsə xitab edir. Ey mutməin olan nəfs, mənim qullarımın arasına daxil ol. Əgər sən beləsənsə də, buyur, gir qullarımın arasına daxil ol. Allahın belə qullarının yeri haradır? Cənnətdir. Ona görə ayənin davamında deyir ki, cənnətimə daxil ol. Əslində, bir məna bu qiyamət müjdəsidir. Bu cənnət müjdəsi verir Allah burada bu adamlara. Bir mənası da budur ki, yəni insan cənnəti burada yaşamağa başlayır. Yəni qəlbini Allahla, baxın, bəraət qazandıran insanlar nə qədər vicdanına bəraət qazandırsa da huzur tapa bilmir. Rahatçılıq tapa bilmir. Günahdan ləzzət alır, 5 dəqiqə, 10 dəqiqə, pisiyo, bitdi. Bəraət də qazandırır, amma yenə yeni günah tələb edir. Çünki istəyir cənnəti yaşasın. Amma o daxili huzuru əldə eləyir. O zaten dünyada başlayır cənnəti yaşamağa. Da ölməmişdən qabaq cənnəti, qiyamət gəlib dirilməmişdən əvvəl elə cənnəti yaşaya-yaşaya ölür. O qəlb huzuru ki var ha, Allahın rəhmətində olub qəzəbindən amanda qalmaq huzuru, rahatçılığı, müminin cənnəti elə, əsl cənnət buradan başlayır. Bir də bu anlamı götürürük. Çox danışdım. Allah qəbul etsin hamımızı.